Anan istəyirsən? Çox. Nə qədər? Dünyanın o tayına qədər. O tane nə qədər? Anan istəyirsən? Maskansan. Nə qədər? Sonsuz. Ana səni döysə də istəyirsən? Ana sən nəyindir? Ürəyin. Anan istəyirsən maskansan cəsur. Nə qədər istəyirsən? Sonsuz. Sonsuz. Ana səni vursa da istəyirsən? Ana sənin nəyindir? Aferin sən. Ana istəyirsən qızım? Nə qədər istəyirsən? Döysə də istəyirsən? Emin maskan sal. Ananı istəyirsən Emin? Maskan sal aşağı Emin. Nə qədər istəyirsən? Yay boyunda. Yay boyu. Gün boyda. Yəni günəş boyda da uşaq günə. Ayhan ananı sevirsən? Nə qədər sevirsən? İndi mən səni çox sevirəm. Aferin balam. Əl ananı istəyirsən? Maskan sal ələ. Nə qədər istəyirsən? Ana səni döysə də istəyirsən? Ana sənin nəyindir? Aferin. Ana istəyirsən cəsur maskan sal. Uşaqla sakit. Nə qədər istəyirsən? Allah aferin oğluma. Allah'ı sevdiğin gibi. Yəni göydə Allah, yerdə ana. Aferin balam. Maskan sal qızım. Ananı sevirsən? Ana səni incitsə, döysə də sevirsən? Nə qədər sevirsən? İndi dinə ana mən səni çox sevirəm. Necə deyərsən? Aferin. Sən də dinə. Maskan sal. Mən səni çox sevirəm. Əli. Niyə oldu Əli? Utandın. Dinə. Hamımız deməliyik. Ananın sevgimizi deyək. Utanır Əli. Utanmaq lazım deyil. Rahim gördün bu qədər uşaqlar. Uşaqlar ucadı. Hamımız gəliz buradan qalaq. Anamıza birlikdə deyə anamızı sevməyimizi. Maskalarımızı çıxardaq. Hamımız birlikdə ucadan deyək. Necə deyirik? Səni sevirəm. Bir də Səni çox sevirəm. aferin sizə. Siz ananızı çox sevdiyi üçün müəllimə də sizi sevir. Adam valideynlərini sevər. Tək ana yox ha, ata da bizim atadır, anadır. Ən birinci sevdiyimiz Allahdır, varlıq Allahdır. Birinci nəyi sevməliyik? Yəni nəyə yox ha, kimi deyək də, estağfurullah, nə dedim? Birinci varlığımız Allah'ı sevməliyik. Allah'tan sonra yerdə bizə valideynlərimiz, əziz olan valideynlərimizi. Başa düşdün? Ana mən də səni çox sevirəm. İndi gələk Rahim bəy. Rahim. Utandı Rahim. Ananı sevirsən? Hə? Görsən onlar səndən balacadılar, yaşlanmır. Aferin sənə oğlum, aferin sənə. İndi dinən, ana mən səni sevirəm. Onu mən deməməliyəm. Maskanı sal özün dinən. İstəyirəm yox. Çox sevirəm. Aferin. Ən birinci adam kimi? Onlar da düzdür, baba, nənə hamı sevir. Amma ana ayrı varlıqda. Ananın əziyyətini itirmək olmaz. Aydın oldu. Bir gün 8 mart oldu, ananı təbii ananı hər gün əziz tutur. Ananı hər gün sevir. Dünyanın ən dəyərli varlığıdır. Çünki ana yeganə varlıqdır ki, öz övladından ötürü canını da verir. Başa düşdünüz nə deyirəm? Anladınız uşaqlar?